Bu qolu bir başqa millətin futbolçusu vursaydı, məsələn, Gürcü vursaydı hardasa və ya Özbək vursaydı, inansan biz bəhbəhlə deyərdik ki, oyda bizdə niyə belə futbolçu yoxdur, biz niyə belə eləmirik. Amma Mahir o qədər möhtəşəm qol vurdu ki və son aylarda klubu ilə problem yaşaya-yaşaya bunu vurdu. Yəni son aylarda biz baxırıq ki, Mahir start heyətində yerini itirib. Məşqçi bunu meydana buraxmır və bugün o son turda o qolu vurandan sonra onu Instagram səhifəsində açıqlaması ki, mən çox problemlərlə qarşılaşdım, bəzi haqsızlıqlara sinə gəldim, amma hər şeyi danışmayacağam, mən öz oyunumla bunu göstərəcəm. Əslində, sən çox gizli məqamlar var, mən hiss edirəm ki, Mahir hər şeyi danışmır. O, bayaq sən deyən məsələyə biz əcnəbilərə çox önəm veririk, öz müskiləri o dəyəri görmürük, o dəyərin heç onda birini vermirik. Amma xaricdə var, əks nədir, özlərinkilərini sevirlər, özlərinkilərini önə çıxardırlar. Xariciyə o qədər isti yanaşmırlar, xaricini gözüm çıxdıya salırlar. Yəni, Mahirin, məsələn, mən haradasa inanıram ki, özlüyümdə onun start heyətində yerini itirməsi sırf meydanda sərgilədiyi futbolla bağlı deyildi. Burada nəsə başqa məsələlər var. Bəlkə də indi müqaviləsi bitir mövsümün sonunda. Yəqin ki, ondan sonra Nürnbergdən ayrılandan sonra bir açıqlama verəcək bu barədə. Mən haradasa hiss edirəm ki, Mahir normal bir kluba, daha yaxşı bir kluba keçəcək. Mahirdən bağlı mən qısaca onu deyə bilərəm ki, uman yerdən küsəllər. Bizim Mahirdən gözləntilərimiz həddən artıq böyükdür. Bəlkə Mahir özü də düşünür ki, yəni niyə məndən bu qədər gözlənti var, amma başqa kimdən gözləyir? Başqa kimimiz var o çapda? Başqa hansı futbolçumuz var ki, yaxşıdan pisdən gedib Avropada oynayıb, qollar vursun. Napoliyə qol vurdu, ona qol vurdu, buna qol vurdu. Yəni müəyyən nəsə bir ortaya səviyyə qoydu.